Bəli, həftəlik tirajlarda iPhone 17 ilə yanaşı Zikr avtomobilində hədiyyə qazana bilərsiniz. Bunun üçün qeyd etdiyim kimi şans paketlərini əldə etmək lazımdır. Baksel tətbiqi ilə istədiyiniz məbləğə uyğun şans paketlərini ala bilərsiniz. Eyni zamanda siz bundan başqa xüsusilə loteriya.baksel.com saytına daxil olub istədiyiniz məbləğə şans paketlərini burada 3, 7, 25, 150, 400 dəfəyə qədər şansınızı artıra bilərsiniz. Bundan başqa təbii ki 8008 qısa nömrəsinə istədiyiniz şansın rəqəmini yazaraq göndərərək siz bizim loteriyamızda iştirak edə bilərsiniz. Bunun üçün sadəcə 8008-ə 3, 7, 10, 150 və yaxud 400 yazıb sadəcə göndərmək kifayət edir. Və ən əsası bizim USSD kodlardır ki, ulduz 033 diyez yes yığaraq rahat şəkildə 1 manatdan başlayan qiymətlə loteriyamızda iştirak etmiş olacaqsınız. Təbii ki, bizim dostlar da hər zaman bizimlə birlikdə olurlar. Çünki qeyd etdiyimiz kimi, xüsusilə hər canlımızda vurğulayırıq ki, bizim loteriyamız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir və Loteriya Komissiyasının 500-ü dəyərli dostlarımız yenə bizimlədir. Xoş gəlmişsiniz dostlar. Və artıq biz yeni bir həftəyə başlatmışıq. Bu həftədə bizə maraqlıdır ki, görək sizin müşahidənizlə bizim qaliblərimiz kimlər olacaq. Loteriya canlı yayımlarımız həftə 3 dəfə 1-ci, 3-cü, 5-ci günlər keçirilir. Qeyd etdiyimiz kimi 1-ci günlər iPhone 17, 3-cü günlər həftəlik tirajda biz Zikr və iPhone 17-lər, cümə günlərdə iPhone 17 sizə təqdim eləyəcəyik. Və qeyd eləyək ki, bizim qalibin seçilməsində xüsusilə bizə kömək eləyən süni intellektdir. Bakselin süni intellekti tərəfindən qaliblərimizin Baksel nömrəsinin son 2 rəqəmi bağlı olmaqla ekranda göstərilir və siz də, biz də tam şəffaf şəkildə qalibimizi elə oradaca görürük. Və istəyirdim ki, yavaş-yavaş biz artıq qalibi seç düyməsini ekranda görək. Qalibi seç düyməsini sıxdıqdan sonra ondan geri sayım başlayacaq aşağıya doğru və təbii ki 10 saniyədən sonra bir nəfər bizdən iPhone 17 qazanacaq. Noyabrın 27-si və biz artıq 58-ci tirajın qalibinin seçilməsini sıxaq. Qalibi seç düyməsinə basırıq və 10 saniyəlik geri sayım başladı. 9, 8, 7, 6, 5, 4, 3, 2, 1 və 0. Alqışlayırıq qalibimizi. Təbrik edirik. Bəli, bizim ilk iPhone 17 qalibimiz 55 853 24 mobil nömrəli dostumuzdur. Bir daha nömrəsini səsləndirəm. 55 853 24 mobil nömrəli dostumuz bizdən iPhone 17 qazandı. Sürətli formada keçid alırıq. Digər biz iPhone 17 qalibimizi təyin eləmək. Xüsusilə noyabrın 28-i tiraj olaraq 59-cu tirajın iPhone 17 qalibini seçmək üçün sıxaq düyməmizi. 10 sənədən sonra artıq biləcək ki, bizim 59-cu iPhone-un sahibi kim olacaq? 6, 5, 4, 3, 2, 1 və 0. Alqışlayırıq qalibimizi və mən böyük məmnuniyyətlə onun nömrəsini səsləndirmək istəyirəm. 55 611 40, bir daha səsləndirəm. 55 611 40 Baksel nömrəli istifadəçi bizdən iPhone 17 qazandı. Təbrik edirik. Keçid alırıq bugünə olan 3-cü, sonuncu, 60-cı iPhone-umuzun qalibinin təyin olunmasına. Çox maraqlıdır ki, görək dostumuz kim olacaq? Bəlkə də bizi izləyən dostlardan biri ola bilər. Qalibi seç düyməsini sıxaq. Yenə ondan geri sayımız başlasın. 8 saniyə, 7 saniyə, 6 saniyə, 5 saniyə, 4 saniyə, 3 saniyə, 2 saniyə, 1 saniyə və 0 saniyə. Təbrik edirik. 60-cı iPhone 17-nin sahibi 55 434 25 mobil nömrəli istifadəçimizdir. Bir daha nömrəsini səsləndirəm. 55 434 25 Baksel nömrəli dostumuz bizdən iPhone 17 qazandı. Təbrik edirik hər 3 qalibimizi. Hər zaman baxın bu cür müxtəlif müsabiqələrdən, layihələrdən həyatda da hər zaman şansları yaransın. Amma biz hər zaman dediyimiz bir slogan da var ki, şans özü gəlib bizi tapmır. Bəzən o şans bizi tapmaq üçün yaratmaq lazımdır. Bunun üçün də Bakseldən şans paketlərini əldə edirsiniz, fürsətinizi qat-qat artırırsınız və gündəlik tirajlarda iPhone 17, həftəlik Zikr 31 dekabr. Məncə yeni ilə bundan böyük və bundan gözəl hədiyyə ola bilməz sizin üçün. Porsche Cayenne avtomobilini qazanmaq üçün sadəcə sizə ayıran bir mesajdır. Yazırsınız, göndərirsiniz ya da bir klikdir. Basırsınız və bizim loteriyamıza iştirak edib hədiyyələr qazanırsınız. Gələn canlı yayımlarda görüşənədək unutmayaq, 2 gün sonra biz həftəlik tirajda Zikr avtomobilinin qalibini təyin edəcəyik. Yenə hər birinizi 19:30-da Bakselin sosial şəbəkə hesablarına keçirilən canlı yayımda gözləyəcəyik. Xudahafiz.